SideFX kanalının yeni videosuna xoş gəlmisiniz. Bugünkü videoda tradingdəki ən baza, ən vacib, ən fundament məsələlərdən biri olan market strukturu haqqında danışacağıq. Vaxt itirmədən videoya keçək. Deməli sən market strukturu haqqında düzgün bir məlumata sahib deyilsənsə, nə likvidasiya anlayışı, nə FVG anlayışı, necə deyim, digər anlayışların heç birisi sənə kifayət qədər kömək olmayacaq. Market anlayışı dediyimiz marketin biz gedişatını başa düşməliyik. Yəni market hara gedir? Market yuxarı trenddədir, aşağı trenddədir, yəni bullish, bearish, yoxsa consolidationdadır? Yəni bunları anlamaq üçün bizim bəzi bilməli olduğumuz hissələr var. Onlarsa qrafikin şamlarının gedişatından asılıdır. Yəni burada 4 ədəd anlayış yazmışam. Higher high, higher low, lower low, bir də lower high. Yəni bu 4 anlayış bizə market strukturunun təyin edilməsində, biasın təyin edilməsində çox kömək olur. Bunu gəlin qısa şəkildə izah etməyə çalışaq. Yəni burada bir yapı yaratmağa çalışacağam. Deməli deyək ki, məsələn market bir konsolidasiyaya başladı. Konsolidasiya oldu və gəldi konsolidasiyanı belə bir likvidasiya ilə təmizlədi. Likvidasiya elədi. İndi biraz pis düşdü orası. Yəni ona nəzərə almayın. Belə bir likvidasiya gəldi və buradakı qiymətlərdən güc alaraq, burada yığılan puldan güc alaraq aqressiv bir yuxarı çıxış elədi. Bu bizim artıq marketdəki higher high-ımız sayılır. Yəni higher high sayılır bu bizim. Ardındansa, yəni bu videonu mən digər videolardan sonra çəkməyimin səbəbi odur ki, burada bəzi terminlər istifadə edəcəm. Deyək ki, məsələn, bir likvidasiya oldu. Məsələn, burada FVG var, misal üçün deyək. Bunları mən əvvəl deməsəydim, siz bu videonu ilk videolarda izləsəydiniz, çox çətin çəkəcəydiniz. Yəni burada izah etməyə çalışdığım budur ki, gəlir məsələn burada aşağıdakı FVG-dən təsirlənir. Misal üçün bu çox tradable bir qrafikdir. Yəni yapı da daha doğrusu hər zaman belə olmur. Yəni göstərmək üçün belə bir şey yaratmışam. Burada məsələn deyək FVG-lərdən təsirləndi qrafik və burada aşağıda likvidasiyanı almadan aşağı təsirlənmək üçün döndüyü zaman yaratdığı low olur bizim higher low'umuz. Yəni bunun mənası nədir? Yuxarıda olan low'dur. Yəni təsirlənməsi üçün burada market hər zaman dikinə yaxud üzü aşağı hərəkət eləmir. Yəni market belə olan zamanlar çox pis price action deməkdir. Yəni aşağıdakı likvidasiyanı almadan aşağı düşməsidir higher low məsələsi. Bu belə davam edir deyək. Buradan gəlir yenə bir higher high yaradır. Deyək burada yenə bir higher low yaradır. Aşağıdakı likvidasiyanı almır təbii ki. Yəni məsələn FVG-dən təsirləndi deyək, gəlir bura çıxır. Misal üçün də indi deyək, burada bir dəqiqə buranı düzəldim. Deyək misal üçün burada bir səviyyə var. Məsələn burada bir vacib bir səviyyə var. Qrafik artıq gəlib burada higher high nöqtəsində gəlir buradakı bir vacib səviyyəyə toxunur. Yəni deyək ki, biz bunu görməmişik. Qrafikdə mütləq sol tərəfə baxmaq mütləqdir. Yəni bu ən vacib elementlərdən biridir ki, biz daim qrafikdə sola baxırıq ki, solda hədəflər olur çünki. Deyək məsələn, burada bir hədəf var. Məsələn mən bunu görmüşəm. Görürəm ki, burada bir qərar vermə prosesi baş verəcək artıq. Marketin makerları qərar verməyə çalışır ki, trend yuxarı gedəcək yoxsa aşağı gedəcək. Deyək gəldi buradan yuxarı yox, aşağı getdi. Gəlir buradan aqressiv bir yuxarı çıxış edir. Buradakı likvidasiyaları, buradakı hədəfin də likvidasiyasını təmizləyir. Ortada nə qədər likvidasiya varsa hamısını təmizlədi və çox aqressiv şəkildə bir aşağı eniş edir. Və artıq buradakı low alınmış deməkdir. Yəni high low alındığı üçün burada artıq bu bizim olur, necə deyim, ən yüksək likvidasiya nöqtəsindən sonra gəlir burada bir alınır. Burada olur lower low. Yəni ən aşağı nöqtə deyək. Qrafikdə hazırki məzmunda ən aşağı nöqtə. Gəlir burada məsələn bir çox FVG-ləri buraxıb. Və bu FVG-lərə gəlib təsirləndiyi zaman bu bizim olur lower high. Təbii ki, buradakı likvidasiyanı almır. Yəni bu bizim olur lower high-mız. Yəni burada təkliş zamanı biraz çətin olur. Əsas odur ki, məzmunu başa düşəsiniz. Yəni burada bizim üçün lower high yaradır. Ardından yenə çox sürətli şəkildə aqressiv bir düşüş eləyir deyək. Yenə baxın, lower low, lower low, buradan gəlir lower high yaradır burada bizim üçün. Yəni sistem budur. Yuxarıdakı likvidasiyanı almır özünə uyğun şəkildə, yəni lower low-dsa yuxarıdakını almır, higher low-dsa aşağıdakı likvidasiyanı almır və belə davam edir. Yəni bu ICT baxımdan baxsaz buna MMBM yapısı deyirlər. Yəni bu əsasən burada mənim çəkdiyim MMBM Venom kimi gedir. Yəni bir çox konsept adları var və s. Yəni qrafik bu dairəvi hərəkət sistemin çox zaman qoruyur. Yəni necə izah edeyim? Baxın burada belə çox çətin deyil. Məsələn görürsünüz buradan yuxarı bir dairə, buradan üzü aşağı bir dairə yaradıb. Məsələn indi bunun ardı gələcək. Məsələn burada belə bir dairə yaradıb. Yəni hədəflərdir bunlar hər biri. Hədəfləri qoyur və hədəflərə uyğun hərəkət eləyir. Ondan sonra yəni bu sistemi öyrəndikdən sonra başa düşürsüz ki, bullish nədir? Bullish üzü yuxarı hərəkət deməkdir. Yəni qrafik daim belə bir şəraitdə olduğu zaman biz başa düşürük ki, qrafik üzü yuxarı gedir.
Və bearish nə deməkdir? Bu bullish buna buğa deyirlər. Buğa zamanı, buğa ayı, buğa ili deyirlər. Bu zaman qrafik üzü yuxarı getməyə meyilli olur. Bearish isə ayı deməkdir. Ayı isə üz aşağı meyil deməkdir. Yəni aşağı yönlü trend deməkdir. Baxın bu sistemi də gördüyünüzdə bu olur sizin üçün bearish. Consolidation isə çox bəsit bir şeydir. Konsolidasiya baxın burada göstərdiyim, əvvəlki videoları göstərdiyim qrafikin çox yan-yana hərəkət eləməsidir. QR koda bənzər hərəkət eləməsidir. Məsələn görürsünüz burada çox aşağı volatillik səviyyəsi ilə qrafik baxın belə-belə hərəkətlər eləyir. Ardından onların likvidasiyası təmizləndikdən sonra görürsünüz çox aqressiv yuxarı çıxış eləyir. İndi bu izah elədiklərimə gəlin sizə qrafikdə göstərməyə çalışım. Bunları təmizləmək üçün istifadə edirəm. Məsələn deyək burada bir likvidasiya alma eləyib kiçik bir. Sonra çox aqressiv şəkildə yuxarı çıxıb. İndi bu biraz qrafiki daha yaxın eləyim sizin üçün aydın olsun. Dəqiqə. Deyək burada bir alım elədi. Bu olur bizim higher high'ımız. Bu isə higher low'umuz olur. Görürsünüz, aşağıdakı likvidasiya səviyyəsini almır. Buradakı FVG-lərin birindən təsirlənərək üzü yuxarı çox yüksək bir high eləyir təzədən. Və görürsünüz, burada FVG-lər buraxıb. Təkcə bir şamdan, yəni grafikin işləmə qrafiki belə sistemi belə olduqda çox insana ləzzət eləyir. Yəni görürsünüz, tək şamdan olsa belə gəlib o FVG-dən retest eləyir. Yəni FVG-nin mükəmməl istifadəsinə baxın. High ilə FVG-nin şamın düz ortasına düşüb. Yəni çox qəşəng bir sistemdir bu. Bunun ardından burada bir yenə higher low yaradıb. Higher low'un ardından çox aqressiv yuxarı çıxış eləyib. Aşağı düşən bir neçə higher low'lar yaradıb. Higher low'lar. Burada higher high'ımızdır. Təbii ki, bunları almadan olur bu. Aşağıdakı məsələn likvidasiyamız budursa, bunları almadan olur. Ardından gəlir bunlardan yenə higher high eləyir və aqressiv bir düşüş eləyir. Görürsünüzmü? Baxın burada çox aqressiv bir düşüş var. Bu aqressiv düşüş zamanı burada nə qədər likvidasiya, yəni higher low'larımız var ki, onlar alınıb. Artıq burada error düyməsi, yəni emergency yaranır ki, burada artıq qrafik bullishdən bearish sistemə keçir deyəsən. Yəni belə bir şey düşünə bilərsən. Bu zaman nə edir? İkinci konfirm verməyə başlayır. Gəlir buradakı yaratdığı FVG-lərdən, baxın aşağıda eyni göstərdiyim sistem. Buradakı FVG-dən gəlir lower low burasıdırsa, baxın bu isə lower low'dur deyək. Gəlir bir lower high ilə bu FVG-ni retest edir. Retestin ardından çox aqressiv bir düşüş edir yenə. Görürsünüz, burada bu qədər zaman ərzində yaratdığı bütün likvidasiyaların hamısını təmizləmiş oldu. Yəni sistem bu qədər çox bəsitdir. Ən axırıncı sistemdən, ən axırıncı əməliyyat aldığım yerdən göstərməyə çalışdım bunu sizə. Yəni sistem həqiqətən çox bəsitdir. Marketin strukturu başa düşməyiniz üçün, biasını anlamaq üçün bu önəmli bir sistemdir. Yəni bunu gördükdə, bu sistemi gördükdə, məsələn higher high, higher low davamını belə gördükdə görürsünüz ki, məsələn qrafik bullish gedir, yaxud bearish gedir. Bu sistemi anladığın zaman əməliyyat açan zaman sənə çox kömək olacaq. Yəni qrafikin hansı yöndə hərəkət etdiyini biləndən sonra sənin üçün artıq orada enter axtarmaq qalır bircə. Yəni qrafikin biasını təyin edəndən sonra enter axtarırsan. Bu isə son aldığımız əməliyyat idi. Bizim qrupda da atmışdım əməliyyatı. Lakin biraz unlucky hadisələr baş verdi. Deyək məsələn order flow strategiyasını sizə konseptini daha doğrusu yaxşı aydınca izah edəcəm növbəti videolarda. Burada bir order flow low var, order flow high. Qrafik burada biraz yuxarı momentumdan gəlsə də ardından momentumu çox aşağı səviyyəli qoruyaraq çox aşağı konsolidasiya ilə gəlir aşağı. Və gəlir, görürsünüz? Burada bir neçə higher low, higher low, higher low buraxım nə qədər? Higher high, higher low, higher high, higher low buraxım nə qədər burada? Burada gəlir onların likvidasiyasını təmizləyir və aqressiv düşüş eləyir. Aqressiv düşüş ardından buradakı higher low'lar alınır. Burada görürük ki, reversal yarana bilər. Artıq biz burada əməliyyata girmişdim. USD Swiss frankı idi bu. Yəni çox qəşəng keyfiyyətli əməliyyat idi. Həqiqətən çox super əməliyyat idi. Mənə çox da yaxşı təsir elədi müsbət baxımdan. İkinci konfirm baxın FVG çəkilməsi. Eyni baxın burada göstərdiyim sistem. Baxın FVG çəkilməsi. Eyni aşağıda göstərdiyim sistem. Baxın FVG çəkilməsindən girmişdim əməliyyata. Baxın bir risk eləmişdim təbii ki. Burada take profit'in çatmasına çox kiçik bir hissə qalmışdı. Qrafikə baxmırdım təbii ki. Yəni əməliyyata açıb işim vardı, həm də bayram gününə düşmüşdü. İndidən yəni yadımdan çıxıb bu sözlər demək. Bayramınızı təbrik edirəm. İnşallah gələn il bu vaxtda çox yüksək səviyyələrdə olacaq. Yəni buna əminəm. Sizlərlə mənlə birlikdə. Yəni göstərməyə çalışım ki, burada take profit'in ucundan döndü və təxmin edirəm ki, gələcək buradakı FVG-lərin birindən retest eləyəcək və aşağı düşəcək. Və mən təxminimdə yanıldım. Böyük bir səhv elədim burada. Təkrar əməliyyata girdim və əməliyyatın stopunu da qoydum buradakı haya. Biraz yaxından göstərim. Yəni bu mənim səhvim oldu. Və bu əməliyyatın çox yuxarı ar verəcəyini bilirdim deyə minimum bu qədər tutmuşdum. Bu əməliyyat qrafik bura çatandan sonra əməliyyatı bağlamayacaqdım. Stop loss'u biraz
qorunan yerə çəkib ardından əməliyyata davam etdirəcəydim. Çox qəşəng bir sistem qurmuşdum beynimdə. Taleyin o bəxtsiz qisminə gəlib düşdü. Ona görə də qrafik gəldi, manipulyasiya elədi. Buradakı likvidasiyaların hamısını təmizlədi. Baxın burada nə qədər likvidasiya yaradıb. Bunları təmizlədi. Mənim bir əməliyyatım burada stop loss'un qoymuşdum break-even hissəsinə. Tam baxın bu qrafikin tam üst hissəsinə. Tam gəldi bir şamdan. Bir belə kiçik piplə onu break-even elədi. Ardından gəldi bunu stop loss elədi. Yəni -1 yazdı mənə. -1 yazandan sonra qrafik tam bir şəlalə kimi üz aşağı nə qədər düşdü aşağı. Yəni baxsaz burada nə qədər eləyir? 4.62. Mən %1 risk eləmişdim. Buradakı əməliyyatım 4.62 plus gətirirdi. Buradakı da gətirirdi. Nə qədər gətirirdi? Yəni buradakı da görün 8 ad gətirirdi. Yəni lap stopun qoyaq deyə bura. Buradakı lova qoyaq. Buradakı haya qoyaq. 3.21. Yəni plus 7-də olacağım yerdə taleyin o bəxtsiz qisminə düşdüm. Yəni sistem belədir ki, səhv elədikcə öyrənirsən. Ardından səhvlərin nəticəsində səhv eləməməyi öyrənirsən. Yəni burada sistem belədir. Öyrənə-öyrənə sonda yaxşı yerlərə gəlib çıxırsan. Yeni bir fondayım hazırda. Yeni fon almışam uzun müddətdən sonra. Yəni bu əməliyyat idi aldığım ilk əməliyyatda fonda. -1-də də hazırda. İnşallah növbəti videolarda fonun gedişatı, hazırdakı vəziyyəti və s. onların hər birini göstərəcəm. Təbii ki, bu əməliyyatı da Telegram kanalında paylaşmışdım. Nəticəsini və s. nələr baş verdi mənim hesabımda və s. hər birini paylaşmışdım. Tam şəffaf şəkildə. Ümid edirəm sənə bugünkü market structure başa sala bildim. Nəsə sualın olsa və s. Telegram kanalıma gələ bilərsən. Orada ətraflı şəkildə soruşa bilərsən. Necə lazımdırsa mən sənə dəstək olacağam. Bacardığım qədər aktiv olmağa çalışıram. Bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.